Dünya Humanitar Yardım Günü Azərbaycanda da qeyd edilib. Bu məqsədlə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün proqram təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd qayğıya ehtiyacı olan uşaqlara cəmiyyətin diqqətini artırmaq və onların cəmiyyətə inteqrasiyası prosesinə dəstək olmaqdır. Tədbirdə 25-ə yaxın əqli zəiflik, autizm kimi diaqnoz qoyulmuş uşaqlar əyləncə proqramında iştirak ediblər. BMT Baş katibi Pan Ki-moon da Ümumdünya Humanitar Yardım Günü münasibəti ilə müraciətlə çıxış edib. Bugün Ümumdünya Humanitar Yardım Günüdür və bu günün məqsədi humanitar yardım işində həlak olmuş insanların xatirəsini yad etməkdir. Və biz BMT-nin İctimai İnformasiya Departamenti olaraq digər yerli partnyorlarımızla birlikdə bu günün qeyd olunması üçün xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün proqram təşkil etmişik. Və bu proqramın alış-veriş mərkəzində təşkil olunmasında məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlara cəmiyyətin diqqətini artırmaq və onların inteqrasiya prosesinə dəstək olmaqdır.